Sabahınız xeyir olsun Turan, sizi və tamaşaçılarımızı salamlayıram. Bəli, sizin də dediyiniz kimi artıq ağacların inventarlaşdırılmasına və nişanlanmasına başlanılıb və biz də elə hazırda İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin ərazisində yerləşən Xanbağı Parkındayıq və yanımda təbii ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rüstəm Həsənovdur. Hər vaxtınız xeyir olsun Rüstəm müəllim. Məsələ ilə bağlı, yəni daha ətraflı məlumat verməyinizi istən xahiş edəcəm. Daha sonra sizə suallarım olacaq. Təşəkkür edirəm. Bildiyiniz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların inventarlaşdırılması layihəsi həyata keçirilir. İnventarlaşma prosesi hər bir yaşıllığın inventar nömrəsinin həkk olunduğu xüsusi etiketin ağac üzərində yerləşdirilməsi və ağacla bağlı məlumatların rəqəmsal ekologiya informasiya sisteminə daxil edilməsi formasında həyata keçirilir. Siz real nümunəni də ağac üzərində görə bilərsiniz. Həmin inventar etiketinin üzərində həmçinin xüsusi QR koda yer verilib. Vətəndaşlar bu QR kodu oxutmaqla ağacı.az saytında ağacın detal səhifəsinə keçid edərək qeydiyyata alınmış məlumatlarla tanış ola bilərlər. Bu layihənin həyata keçirilməsində əsas məqsəd yaşıllıqlarla bağlı real vəziyyətin qiymətləndirilməsi, mühafizənin təmin olunması, səmərəli idarəetmənin və ictimai iştirakçılığın əlbəttə ki, həyata keçirilməsidir. Hal-hazırda layihə Bakı şəhərində pilot tətbiq dövründə həyata keçirilir, lakin bununla kifayətlənilmir. Paralel olaraq Gəncə şəhərində də bu proses davam edilir. Bütün bu proseslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq olaraq 11 və 10 saylı regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilir. Layihənin irəliləyən dövrlərində biz yalnız yaşayış yerlərinə yaxın yerləşən ağacların inventarlaşması ilə kifayətlənməyəcəyik. Bu layihə daha geniş fürsət alacaq və mərhələli şəkildə Respublikanın digər regionlarını da əhatə eləyəcək. Həmçinin növbəti proseslərdə biz həssas ərazilərdə yerləşən, meşə fondu torpaqlarında yerləşən ağacların, həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşən ağacların da inventarlaşdırılaraq dövlət qeydiyyata alınmasını həyata keçirəcəyik. Rüstəm müəllim, çox üzr istəyirəm, mövzunu uzatmadan bir sual verim. Vətəndaş olaraq bax bu ağacların nişanlanması, belə deyim də inventarlaşdırılması mənə nə verir? Yəni mən bir vətəndaş olaraq bax bu barkodu gördüm. Yəni nə verir mənə vətəndaş olaraq? Təbii ki, bizim vətəndaşlarımıza maraqlıdır ki, mən bu barkodu gördükdən sonra nə edəcəm? Yəni ağacın üzərində tamam Ekologiya Təbii Sərvətlər Nazirinin öz işidir. Bəs vətəndaş olaraq mənim üçün nə verir? Düşünürəm ki, yaxşı bir məqama toxundunuz. Düşünürəm ki, burada vətəndaşın birbaşa əldə etdiyi benefit həmin ağacla bağlı məlumatları əldə etməkdir. Bildiyiniz kimi bir çox hallarda yaşıllığın yerləşdiyi torpağın balans daşıyıcısı tərəfindən müraciətlər olur yaşıllıqlarla bağlı. Yaşıllığın öz bioloji ömrünü tamamlaması, quruması, struktur formasına görə risk təşkil etməsi, həmçinin xüsusi layihələr çərçivəsində yaşıllığın götürülməsi ehtiyacları yaranır. Bu hallarda səlahiyyətli orqan qismində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yaşıllıqla bağlı qərar qəbul edilir. Bu qərarların qəbul edilməsi də yalnız inventarlaşdırılaraq qeydiyyata alınmış ağaclara şamil ediləcək və vətəndaşlar ağacla bağlı qəbul edilmiş qərarları bu QR kod üzərindən keçid etdikləri səhifədən əldə edə biləcəklər. Rüstəm müəllim, bax mən istəyirəm ki, elə yerindəcə biz o barkod vasitəsilə tətbiq eləyək. Yəni bax vətəndaş Rövşən, təşəkkür edirəm. Həm sənə, həm də ki, qonağımız Rüstəm bəyə təşəkkür edirik. Çox maraqlı bir layihədir həqiqətən də. Yəni, dövlət səviyyəsində bizim yaşıllığa, ağaclara belə önəm verilməsi bir vətəndaşları da buna təşviq eləyəcək ki, yaşıllığın bizim oksigenimiz mənbəyi olan ağacların qədrini bilək və ağaclarda o QR'ın oxudulması məsələsi və ağac haqqında məlumatla bağlı. İndi yenidən biz Rövşənə bağlanacağıq. O bizlə dialoqun davam elətdirəcək. Rövşən, buyur, eşidirik təbii ki. Turan xanım, deməli, bəli Turan xanım, mən elə istəyirəm ki, bax yerindəcə göstərim. Bircə dəqiqə. Vətəndaş barkod vasitəsilə oxuda və
ağacın harada yerləşməsini, onun məlumatlarını bilə bilər. Görürsünüz yəqin ki, gövdənin diametri 68 sm-dir, hündürlüyü 13 metrdir və bununla bağlı olaraq ağac quruyubsa və yaxud da ki, ağacda hər hansısa bir problem varsa, Ekologiya Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilər və bir məqamı da qeyd edeyim ki, məsələn, kimsə gecə ilə gəlib bu ağacı kəsirsə və artıq ağac yoxdursa, təbii ki, onun yaxınlığında olan ağacın mən operatordan xahiş edəcəm, məsəl üçün bu ağac vasitəsilə barkod vasitəsilə Ekologiya Təbii Sərvətlər Nazirinə müraciət edə bilər ki, yanındakı ağac yoxdur. Təbii ki, Nazirliyin əməkdaşları əraziyə baxış keçirirlər və aidiyyatı üzrə belə deyim də proseslərə başlanılır və ağacın nə zaman kim tərəfindən götürülməsi məsələsi də nəzərdən keçirilir. Və bir məqamı da çox xahiş edirəm ki, mənə 2 dəqiqədə vaxt ayırasınız. Hazırda yanımda elə İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin sektor müdürü Ziniyyət xanımdır və Ziniyyət xanımın da fikrini öyrənmək istəyirəm qısaca olaraq. Ziniyyət xanım, bax İçərişəhərdə bu layihəyə başlanılır və qısa məlumat verməyinizi sizdən xahiş edirəm. Bu layihə çərçivəsində qoruq ərazisində olan bütün ağaclar qeydiyyatdan keçib və qeyd olunduğu kimi QR kodlarla nişanlanıb. Artıq 559 ədəd ağac nişanlanıb və ətraflı məlumatı siz həm ağac az səhifəsində, həm də İçərişəhər.gov az səhifəsində də əldə edə bilərsiniz. Əsas məqsəd İçərişəhərin yaşıllığının, ekoloji mühitin qorunmasıdır. Gələcək nəsilə yaşıl irsin ötürməkdir. Bu qədər. Təşəkkür edirəm.